Uğur salam. Salam mənim. Bugün biz nə seçmişik səndən? Bugün biz Ölçmələr, sahə, hərcəm. İndi burada mənə düzbucaqlı üstbucaq haqqında birinci danışa bilərsən. Bu katetlərdir, Aha. bu da Aha, hipotenuzdur. qəşəng. Hipotenuz nədir? Burada Düzbucağın düzbucağın qarşısındakı tərəfdir. Bəs iti bucaqların qarşısındakı tərəf. Kəsişən də demək olar, çünki burada ayrılıb bölünüb. Bəs iti bucaqların qarşısındakı tərəfə nə deyirik? Katetlər. Katetlər deyirik. Katetlər. Düzbucaqlı üstbucağın sahəsi nədir? Sahə yoxdur, bunu dərs tap. Katetlər Yaxşı. bölünüsün 2. Katetlərin hasilini bölürün neçəyə? Esə, yox 2. Sahəni tapanda belə edirik. Bəs yaxşı, hasarın uzunluğu deyəndə nə edirik? Hasarın uzunluğu deyəndə nə edirik? Düzbucaqlı. Düzbucaqlı nəyi tapırıq? Perimetr. Perimetrin. Düzbucaqlının perimetr düsturu necə idi? P bərabərdir 2 vurulsun. A üstəcə qəşəng. Dairə neçə dərəcədir dairə özü? 360. Aha. Yaxşı, Uğur Mənim bir də ki bu alfa ilə betadır. Betadır, bəli, alfa ilə betadır, düzdür. Sonra çevrə öz daxili oblasti ilə içi ilə bir yerdə nə adlanır? Dairə adlanır. Dairə ilə çevrəni necə fərqləndirirsən? Dairənin içi dolu olur, çevrənin içi boş olur. Qəşəng, əla. Amma məsələn bunların birası çevrədir, bir hissəsi dairədir. Bəs sektor nədir? Sektor necə başa düşürsən? İki nəyin arasında? İki radius. Radiusun arasında qalan nədir? Qalan Hissədir. Sonra bəs segment nədir? Vətərin vətənin hüdudlandığı hissədir. Dairənin sahə düsturu